Hörmətli tələbələr, bugün sizə 7 iyun 2026-cı ildə Magistratura Az Təhsil Mərkəzinin keçirtdiyi imtahanın Alman dili suallarının izahına baxırıq. Bu imtahan ümumi sınaq imtahanı 8 nömrəsi altında YouTube-da yayımlanır. İlk olaraq dinləmə mətninə başlayaq. Mətni dinləyin, daha sonra suallara cavab verin. Hallo Thomas, hier ist Hanna. Ah, hallo Hanna. Schön, dass du anrufst. Wie geht's? Gut. Du, was machst du denn am Wochenende? Ich hätte Lust, dich mal wiederzusehen. Ja, super Idee. Wann sollen wir uns denn treffen? Wir könnten Samstagvormittag in einem Café zusammen frühstücken. Ach, das tut mir leid, aber Samstag gehe ich immer von 8 bis 10 Uhr mit einem Freund zum Laufen. Und danach? Danach habe ich Schwimmtraining bis um 13 Uhr. Aber dann könnten wir doch zusammen in den Biergarten gehen. Naja, von 15 bis 16:30 Uhr mache ich Karate. Und davor sollte ich nichts essen. Okay, also besser Samstagabend? Ja, da wird ein ganz tolles Fußballspiel im Fernsehen übertragen. Sollen wir uns das zusammen anschauen? Also nein, Thomas. Fußball interessiert mich nun wirklich nicht besonders. Außerdem möchte ich mit dir sprechen, wenn wir uns sehen. Ja, klar, Hanna. Also besser Sonntag. Aber jetzt sag mir bitte gleich, wann du wieder irgendeinen Sport machen musst. Wart mal. Also um 10 Uhr gehe ich immer ins Fitnessstudio. Aha, Ja, und dann wollte ich um 13 Uhr mit einem Freund zum Klettern gehen. Aber wir sind sicher um 17 Uhr wieder zu Hause. Dann könnten wir uns sehen. tja, so ein Pech. Da gehe ich zum Tanzen. Ich mache doch einen Tango-Kurs. Das wird wohl nichts, Thomas. Aber weißt du was? Ich komme einfach Samstagabend. Vielleicht ist das Fußballspiel ja langweilig. Dann können wir uns noch ein bisschen unterhalten. Super. Bis Samstag, Hanna. Ich freue mich. Ja, du Sportfan. Bis Samstag. Tschüss. Dinləmə mətni bitdi. İndi suallara baxın. Birinci sual. Was macht Thomas am Samstagmorgen um 9 Uhr? Dinləmə mətnində eşitdiyimiz kimi 6-cı gün 9-da o dostları ilə və yaxud da bir nəfər dostu ilə qaçmağa gedir. Er läuft draußen mit einem Freund. Nummer 2. 2 Numara sual. Warum möchte Hanna am Samstagabend kein Fußball schauen? Nə üçün 6-cı gün axşam Hanna futbol baxmaq istəmir? Cavab. Dieses Spiel interessiert sie überhaupt nicht. Bu oyun qətiyyən onu maraqlandırmır. Adətən xanımlar futbolla elə də maraqlanmır. Ona görə sualın cavabı D. Was plant Thomas für den Sonntagmittag um 1 Uhr? Thomas pazar günü saat 1'e neyi planlaştırır? Er geht mit einem Bekannten zum Kletter. O bir tanışıyla tırmanma idmanlarına gidecek. Nummer 4. Warum können sich die beiden Freunde am Sonntagnachmittag um 5 Uhr nicht treffen? Nə üçün hər iki dost pazar günü günortadan sonra, yəni saat 5'te görüşə bilməzlər? Hanna lernt in eine Tanzschule Tango. Çünki Hanna e, rəqs məktəbində tango öyrənməyə gedəcək. Nummer 5. Wie sieht der finale Plan für das Treffen aus? En son yekun plan görüş üçün necə görünür? Və yaxud da ki, Azərbaycan dilində düzgün tərcümə etsək, onlar yekunda hansı qərara gəldilər? Hanna besucht Thomas trotz des Fußballspiels am Samstagabend. Futbol oyununa baxmayaraq, trots baxmayaraq deməkdir. Futbol oyununa baxmayaraq, Hanna 6-cı gün axşam Thomasla görüşəcək. İndi isə mətn. Bir mətndə təxminən 260-270 söz var içində. Mətni oxuyuruq və suallara cavab tapırıq. Hər zaman olduğu kimi 6.1-dən 6.4-ə qədər richtig ya da falsch olacaq. Sual nömrə 1. Die Initiative organisiert regelmäßig kreative Veranstaltungen in Seniorenheim. Müntəzəm olaraq yaradıcı tədbirlər yaşlılar üçün olan evdə təşkil olunur. Richtig.
Die Senioren im Heim verlangten gezielt nach Stück- und Backkursen. Yaşlı insanlar e, bu yurtta, bu yaşlılar evində, qocalar evində məqsədli olaraq toxunma və bişirmə kurslarından tələb olunurlar. Verlangen tələb etmək. Xeyr, belə bir şey tələb olunmur. Sadəcə avqustda vaxtlarını bu məşğuliyyətləri keçirdilər. Nummer 3. Nadine besucht ihre Wahloma trotz der großen Entfernung regelmäßig. Baxmayaraq ki, Nadine uzaqda yaşayır, müntəzəm olaraq seçdiyi nənəni tez-tez baş çəkir. Bəli, Nadine bir şəhərdə, biri Berlində yaşayırdı, digərsə başqa bir şəhərdə yaşayırdı. Mətndə qeyd olunmuşdu. Üstündən baxarıq. Je unbewegliche ältere Menschen sind, werden, umso geringer ist ihr gesundheitliches Risiko. Yaşlı insanlar nə qədər ki hərəkətsizdirlər, bir o qədər də onun həyat riskləri azdır. Əksinə, hərəkətsizlik risklərə, sağlamlıq risklərinə gətirib çıxardır. Cavab falşdır. 7. Ergänzen Sie den Satz. Cümləni tamamlayın. Jutta ist eine nette ältere Frau aus Berlin, die heute in einem Pflegeheim lebt und sich jede Woche sehr über den Besuch von Nadine freut. Jutta bir mehriban yaşlı qadındır, Berlindən gəlib. Bugün Qocalar evində yaşayır və hər həftə Nadine'nin onun ziyarətinə çox sevinir. Sich freuen, sevinmək, über tələb edir. Warum gibt's dieses besondere Projekt für junge und alte Menschen? Yaşlı və cavan insanlar üçün bu layihə nə üçün mövcuddur? Nummer 10. Einsame Senioren im Rollstuhl sollen durch die Treffen wieder aktiv an der Gesellschaft teilnehmen. Yalnız qalan yaşlı insanlar, hansılar ki, əli arabasındadırlar, bu görüşlər vasitəsilə yenidən aktiv şəkildə cəmiyyətə üzv olurlar, aktiv şəkildə cəmiyyətə qatılırlar. Hətta təlimə iştirak etmək. Burada qatılmaq mənasında götürmək olar. Nummer 9. Was hoffen die Organisatoren, wenn ein Fest von Tante Inge vorbei ist? Tante Inge bayramı qurtardıqdan sonra təşkilatçılar nəyə ümid edirlər? Sie hoffen, dass junge und alte Menschen auch danach im privaten Kreis Freunde bleiben. Onlar ümid edirlər ki, yaşlı və gənc insanlar hətta bundan sonra da, yəni bu bayram bitdikdən sonra da özləri üçün bir dost çevrəsində qalacaqlar. Dost çevrəsi yaratmış olacaqlar. Nummer 10. Welche Aussage sind dem Text entsprechend richtig? Hansı deyimlər tekstə əsasən düzgündür? Die Ehrenamtlichen organisieren verschiedene Treffen, weil sie zusammen mit den Senioren parken, stricken oder feiern möchten. Könüllülər müxtəlif görüşlər təşkil edirlər. Çünki onlar yaşlı insanlarla birgə şirniyyat bişirmək, toxunmaq və yaxud da neysə qeyd etmək istəyirlər. Nummer 4. Nadine hatte keine eigene Großmutter mehr, sodass Jutta für sie sofort für eine Wahloma wurde. Nadine'nin artıq nənəsi yoxdur, yəni bu həyatda nənəsi yoxdur. Belə ki, Jutta dərhal onun üçün seçilmiş nənə oldu. İkinci mətin. İkinci mətin birinciyə nisbətən hər zaman biraz mürəkkəbliyi ilə fərqlənir. Onun sualları 11.1'den 11.4'e de richtig ya falsch olacak. Die meisten Verkehrsmittel sind derzeit umweltschonend. Hal-hazırda olan bir sıra nəqliyyat vasitələri ətraf mühiti qoruyandır. Xeyr, falş. Orada mətndə qeyd olunur ki, abqazı, zəhərli qazlar buraxır, tıxac yaradır, səs-küy yaradır. Selbstfahrende Autos verursachen weniger Unfälle. Özləri gedən avtomobillər az qəzaya səbəb olur. Richtig. Ein gemeinsam genutztes Auto kann bis zu 8 private Fahrzeuge ersetzen. Birgə işlədilən və müştərək işlədilən avtomobil 8 avtomobilə qədər və yaxud avtomobil nəqliyyat vasitəsini əvəz edə bilər. Ersetzen mütəmadi düşən sözlərdəndir. Ersetzen əvəz etmək. Die Luftverschmutzung durch Feinstaub ist für unsere Gesundheit ungefährlich, wenn wir in einer modernen Großstadt leben. Ətrafdan alınan tozlar bizim
e, havamızı çirkləndir və bu bizim sağlamlığımız üçün təhlükəsiz deyil. Nə vaxt ki biz böyük müasir şəhərdə yaşayırıq. Səhvdir. Əlbəttə ki, toz insan orqanizmin insan sağlamlığına zərərlidir. Ungefährlich təhlükəsizdir. Burada gefährlich olmalıdır. İkinci mətndə daim bu suallardan düşür. Mit welchem Satz kann den zweiten Absatz des Textes beginnen? Mətnin ikinci abzasına hansı cümlələr başlamaq mümkündür? İkinci abzasa baxırıq. Für eine lebenswerte Zukunft ist eine Änderung im Denken absolut wichtig. Aha, burada söhbət Zukunft gələcəkdən və bizim düşüncə tərzimizdən gedir. Bizim daha uzunmüddətli gələcəyimiz üçün fikirlərimizi tamamilə dəyişmək çox vacibdir. Mehr Verantwortung für den Schutz von Natur und Umwelt ist dringend nötig. Təbiətin və ətraf mühitin qorunması üçün cavabdehlik e, həddən artıq vacibdir. Təcili olaraq vacibdir. Çünki bizim gələcəyimiz bundan asılıdır. Numara 13. Cümləni tamamlamaq lazımdır. Die Verkehrsprobleme zu lösen, müssen Politik und Bürger aktiv zusammenarbeiten, statt einfach nur zuzusehen. Nəqliyyat problemlərini həll etmək üçün siyasətçilər və vətəndaşlar aktiv şəkildə birgə işləməlidirlər. Sadəcə baxmaq, tamaşa etmək əvəzinə. Statt zu əvəzinə, nəyəsə əvəzinə. Nummer 14. Welche der folgenden Fragen wird im Text beantwortet? Bu suallardan hansı birinə mətndə cavab tapmaq mümkündür? Warum kann Carsharing das Problem mit den vielen Autos nicht allein lösen? Nə üçün avtomobil paylanması problemi tək həll edə bilməz? Çünki burada vətəndaşlar, vətəndaş cəmiyyəti, siyasətçilər və sadə insanlar mütləq şəkildə aktiv iştirak etməlidirlər. Təkcə avtomobil paylaşımı ilə problem həll olunur. 15-də 2 variant seçilir. Das Teilen von Autos reduziert die Anzahl der privaten PKWs in der Stadt. Avtomobillərin bölünməsi şəxsi minik avtomobillərin şəhərdə sayını azaldır. Bəli. Für einen besseren Verkehr müssen die Menschen ihre alten Gewohnheiten ändern. Aha, mətndə var idi ikinci abzasda. Daha yaxşı nəqliyyat üçün insanlar öz köhnə vərdişlərini dəyişməlidirlər. Gewohnheit vərdiş deməkdir. Ändern dəyişmək. Keçirik qrammatik suallarına bir bacı diqqət tələb edir. Julia hat große Angst vor dem Fliegen. Julia uçuşdan qorxur. Deshalb fliegt sie niemals mit dem Flugzeug. Buna görə o heç vaxt təyyarə ilə uçmur. Niemals uyğun gəlir. Keinen sonra mütləq isim gəlməlidir. Nichts heç nə deməkdir. Uyğun gəlmir. Niemanden heç kəsi. Welche Variante ergänzt den Satz logisch? Hansı variant cümləni məntiqi şəkildə tamamlayır? Thomas hat seinen Hausschlüssel zu Hause vergessen. Thomas özünün evinin açarını evdə unutdu. Deshalb buna görə də hansı proses oldu? Deshalb wartet er vor der Tür auf seine Frau. Buna görə o qapıda öz yoldaşını gözləyir. Bəli, açar itirib və gözləyir yoldaş gəlsin, açar versin. Nummer 18. Welche Variante bildet einen Text? Hansı variant bir mətn düzəldir? Aha, am Nachmittagdan cümlə başlaya bilməz. Lisa möchte, aha, başladı. Lisa möchte im Juni die offizielle B1-Prüfung erfolgreich bestehen. Lisa istəyir ki, iyun ayında rəsmi B1 imtahanını uğurla versin. Aha, indi ardıcıllıq gələcək. Əgər bunu istəyirsə, hansı əməllər etməlidir? 2-dən sonra nach der Übungen xeyr çalışmalardan sonra əvvəl çalışma etməlidir, sonra çalışmadan sonra. Deshalb, bax, səbəb gəldi. Buna görə də lernt sie jeden Tag intensiv in der Bibliothek. Buna görə də o intensiv şəkildə kitabxanada hər gün öyrənir. Əvvəl imtahan vermək istəyir. Sonra bu mütəmadi şəkildə kitabxanada məşğul olur. Zuerst ilk olaraq liest sie am Morgen einen langen Text auf Deutsch. Səhər vaxtı o Almanca uzun bir mətn oxur. Bu zuerstlə başlayır. Sonra qayıtdıq yuxarı və am Nachmittag. Am Nachmittag löst sie dann die viele Grammatikaufgaben im Lehrbuch. Sonra nahardan sonra o dərslikdə çoxlu qrammatik tapşırıqları həll edir.
Aha, bu günortadan sonra oldu. Nach den Übungen tapşırıqlar edəndən sonra kontrollieren Sie alle Antworten mit dem Lösungsschlüssel. O cavablarla öz cavablarını yoxlayır. Tapşırıqlar eləyir, sonra düzgün cavablara baxır. Və ən sonuncu, vor dem Schlafgehen wiederholen Sie noch einmal die wichtigsten Wörter. Yatmağa getməmişdən öncə o bir dəfə də ən vacib sözləri təkrarlayır. Yəni günü başlayır səhərlə, şlafeni yatmaq, yatmaqla bitirir. Welche Variante ergänzt den Satz logisch? Hansı variant cümləni məntiqli şəkildə tamamlayır? Zwei Freunde treffen sich nach langen Ferien am Bahnhof. İki dost uzun tətildən sonra vağzalı görüşürlər. Einer sagt zu anderen. Biri digərinə deyir. Schön dich wieder zu sehen. Səni yenidən görməyə. Gözəldir, səni yenidən görməyə şadam. Wiedersehen yenidən. İki. Entschuldigung. Wo kann ich eine Fahrkarte kaufen? Üzr istəyirəm. Gediş biletini hardan alabilir? Xeyr. Das tut mir leid. Mein Beileid für dich. Mən çox təəssüf edirəm. Mən sənə mərhəmət göstərmək, Beileid mərhəmət göstərmək. Kiməsə çox vaxt başsağlığı verəndə deyirlər bunu. Ich habe dich so vermisst. Mən sənin üçün elə darıxmışdım ki, dördüncüdə. Bir dörd doğru cavab. Və beşinci. Dieser Zug fährt heute leider nicht nach Berlin. Təəssüf ki, bu qatar bu gün Berlinə getmir. Yox, onlar görüşürlər və deyir, səni görməyimə şadam və mən sənin üçün darıxmışdım. Nummer 20. Frau Müller lernt jeden Tag fleißig Deutsch. Xanım Müller hər gün çalışqanlıqla Alman dilini öyrənir. Ki, damit olmalıdır. Damit sie die Prüfung besteht. Öğrenir ki imtihanı versin. Und am Wochenende macht sie endlich eine Pause. Və həftə sonunda o nəhayət bir pause götürür. Bəzi insanlar while deyə bilərlər. While sualın cavabı deyil. Frau Müllerin öyrənmə səbəbi və məqsədi var. Məqsədi budur ki, imtahanı versin. Yaxşı, while variantına işləyək. Frau Müller lernt jeden Tag fleißig Deutsch. Xanım Müller hər gün həvəslə Alman dili öyrənir. Çünki o imtahanı vermək istəyir. Olsaydı düz olardı. Bestehen möchte, bestehen will, bestehen kann və yaxud da bestehen muss. Nəsə bir şey olmalıydı orada. Öyrənmə səbəbini göstərməli idi. İmtahan vermək istəyir. Amma o həftə sonunda nəhayət ki qısa bir fasilə götürür. Yox, öyrənmək səbəbi ayrı, məqsəd ayrı. Məqsədimiz odur ki, imtahanı uğurla verim. Diqqətinizə görə təşəkkür edirəm. Çox sakit bir neçə dəqiqənizi vaxt ayırıb bizlə birgə videomuzu izlədiniz. İnşallah yeni görüşlərdə.